Almaniyanın Ayçön şəhərində keçirilən və dünyaçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan TÜO Ayçön çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak etmişdi. 1898-ci ildən təşkil olunan və artıq bir əsrdən çox tarixə malik olan TÜO Ayçön beynəlxalq atçılıq aləmində atçılıq idmanının Wimbledonu kimi tanınır. Avropanın ən mötəbər konkur yarışlarından biri hesab edilən bu möhtəşəm tədbirdə dünyanın aparıcı ölkələrinin atçılıq nümayəndələri, həmçinin dünya reytinqində ilk yüzlükdə qərarlaşan tanınmış idmançılar iştirak etmişlər. Yarışlar Almaniyanın məşhur Soares kompleksində yerləşən 40 min tamaşaçı tutumuna malik Haupts Stadion arenasında keçirilmişdi. Dünyanın müxtəlif ölkələrindən minlərlə tamaşaçı və beynəlxalq media nümayəndəsinin katıldığı tədbir bu ildə yüksək təşkilatçılığı və möhtəşəm atmosferi ilə yadda qalmışdı. Tədbir çərçivəsində təşkil olunan və James Bond mövzusuna həsr edilən xüsusi Horse and Symphony proqramı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin TÜO Ayçön orkestr kollektivi ilə birgə çıxışı tamaşaçılar tərəfindən alqışlarla müşahidə olunmuş. Təqdim edilən musiqi kompozisiyaları tədbirə xüsusi rəng qatmışdı. Möhtəşəm şou proqramında musiqi, atçılıq sənəti və səhnə elementlərinin vəhdəti iştirakçılara unudulmaz anlar yaşatmışdı. Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurmuş, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdı. Qarabağ və Dilbaz atlarının zərifliyi, çevikliyi və estetik görünüşü Azərbaycanın zəngin atçılıq mədəniyyətinin beynəlxalq arenada nümayişi baxımından xüsusi əhəmiyyət daşımışdı. Qeyd edək ki, Ayçön şəhəri 2026-cı ildə keçiriləcək FEAI Dünya Atçılıq Çempionatına da ev sahibliyi edəcəkdi. Bu baxımdan TÜO Ayçön hazırda dünya atçılıq ictimaiyyətinin əsas diqqət mərkəzlərindən biri hesab olunur və burada Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin beynəlxalq idman və mədəniyyət sahəsində artan nüfuzunun daha bir göstəricisi kimi dəyərləndirilir.